Deməli deyirlər ki, göydə ulduz axır. Kitabda da deyir ki, cinlər deyir, istədilər söhbətə qulaq assınlar. Mələklər onları, nə bilim, yanar odlarla, daşlarla qovdu filan evdə və s. İndi burada məsələ nədir? Hal-hazırda bir 5 dəqiqə bundan qabaq bir dənə Lori dilində ulduz deyək də, yanar bir parlaq bir şey getdi ulduz kimi. Uşaq vaxt çox izləmişdi bu ulduzları, axan ulduzlar. Birdən-birə söndü. Yəni yavaş-yavaş risk söndü. Burada dərhal başa düşdüm ki, bu görsənirdi, indi istəmədi görsənsin. Dərhal da söndürdü özünü. Yəni elementar desə tutalım ki, yuxarıda bir nəsə parıltılı bir şey varsa, ışıq yanırsa, o ışıqların söndürsə sən onu görməyəsən qaranlıqda. Işığın yandırsa desin, orada nəsə var. Bax elə bir şeydir. Yad planetli dediklərimiz əslində yad deyilən bir şey yoxdur. Biz sadəcə özümüzü ayırmışıq onlardan. Böyük bir ailəyik. Yəni bizim böyük qardaşlarımız. Təbii ki, deyərsiniz onlar pislər də var içində. Əlbəttə ki, Yusifin qardaşları da bir atadan olan qardaşları gördünüz. Yusifə qarşı nə fikirdəydiler. Yəni bu da həmin şeydir. O demək deyil ki, onlar texnik tərəfdən inkişaf ediblərsə, mənəvi inkişaf ediblər. Mənəvi inkişaf edən də var, mənəvi və texniki inkişaf edən də var. Sadəcə texniki inkişaf edən də var. Elə bilin ki, 1500 il bundan qabaqki insan bir saatlıq gəlsə bura, bax buranı görsə nə deyəcək? Hər tərəf nur idi, eləmi? İnkişaf edib deyəcəklər. Gecələr işıqlıdır. O deməkdir ki, biz indi mənəvi tərəfdən inkişaf eləmişik. Ona görə müharibələr edirik. İnsanlar acından ölür. Ədalət yoxa çıxıb. Yəni Allahın ədalət adı heç kəsdə yaşamır. Sən mərhəmət adını yaşada bilərsən, nə bilim, rəhimli adın, bağışlayan adın, amma ədalət adı yoxdursa ondan paralel apartullan. Sən hakimsən, Allahın hakim adıdır. Mühafizəkar adı polisdir. Yəni biz burada onun adlarını təmsil edirik. Bütün sənədlər onun adlarıdır. Amma ədalət yoxdursa o adların heç bir anlamı yoxdur. Yeri gəlmişsin. Qəbilənin bax bu orta yolları işıqlıdır. Mərkəz yol var ha. Lap mərkəz yol. O üstə qutaran kimi nə deyirsiniz onu, magistraldır, ana xəttdir. Bir sözlə o baş yola çıxırsınız və o yol deməli gedir buradan üzü aşağı Zarağan, aeroport, Ağdaş falan, yəni düz o yoldur. Bu tərəfdə gedir üzü yuxarı, kanat tərəf. Və ən belə super yoldur, işıqlı olmalıdır. Orada polis bölməsi var, icra hakimiyyəti var, nə bilim, banklar var, baksel var. Nə desiniz də bütün o dövlət strukturları hamısı o yoldadır. Əhalinin gediş-gəliş yoludur. Ora zülmət içindədir. Arada bir hansısa bir qonaq gələndə bura yuxarı vəzifəli işıqlar yanır. Düzdür, buradakı kimi normal işıqlar deyil. Sadəcə indikindən biraz babat olur. 2 gündən sonra yenə də eyni şey. 3-dən biri yanır, 5-dən ikisi yanır. Bax belə bir biabırçılıq. İşıqlar soruşdu, maraqlandım, dedilər güya bunların lampışkaları həmin o magistral yolda olan, bir sözlə də indi adını səhv desəm nə olar, ana liniyada həmin o işıqların lampışkaları vaxtı gələndə çox işlənəndən sonra ölür, batareyka kimidir. İndi sifariş veriblər ondan, güya bir həftəyə gələcəkdir, 2 ayda hələ yoxdur. Belədir vəziyyət. Amma nəysə, bax bu yad planetlilərin əslində sirri açıldı o. Uşaq vaxt deyirdi, ay kimsə deyir ölüb, onun ulduzu söndü. Yox, boş söhbətdir. Düzdür, adamların sayı qədər ulduzları var, hətta daha çoxdur. Bax orada telefonda görsənmir, biri qurbağa deyil, o bir dənə həşərat var, o suyun üzündə atlanır, ancaq ayaqları suyun üstündə qalır. Bax o formada oradan üzə-üzə gedir sanki.
Hep telefon göstermir gözəlliyi. Ümumiyyətlə ulduzlara tamaşa eləməkdir dər. Maraqlı bir şey görmədim mən. Təşəkkür edirəm. Səbr edib dinlədiniz. Var olasınız. Əgər bir bilginiz varsa, maariflənə bilərsə, kommentlərdə yaza bilərsiniz.